Baba. Fikir verirsən səssizliyə maşında. Ruçnoy drakonum mənim. Bir dənə alov saç qıraqları camaat bizə baxsın. Mırıldayır, sağa əyilirdi yol, sola əyilirdi. Bir dənə dərə təpə hiss eləmirsən maşında. Wow! Bu nərilti, bu səs drive bəsdir də sənə. Dəhşət bir şeydir. Şəhərdə ətrafda olan insanlara, maşın sürənləri qəribə gəlir, aracın özü gedir. Bu maşından bu səsin çıxmağını gözləmirlər. Deyir, ayrılma məndən, ancaq deyir, ayrılma məndən. O maşınlar olur da, saxlayırsan, haradasa bağlayıb gedirsən, fırlanıb bir də baxırsan, bu maşınlardandır. Düzdür, müasir avtomobillər var. Daha ultra komfortludur, deyək ki, daha sürətlidir, daha səs-küylüdür. Yəni, bu Toyota'dır, Toyota. Lar deyir. Brutal maşın budur. İndi Toyota'lar samakat olub. Toyota'lar o vaxt bax, belə brutal idilər. Zövq verir sürmək. Basdıqca gelir, bax. Şəhər içində qorxuram bunu bək sürməyə. Ninaruşa, qaydaları pozmuram. Təəssüf ki, elə trek yoxdur ki, bunu çıxıb orada, bunu cırasan orada, baxırsan ortadan. Cırasan. Bir komplekt təkər yandırıb gedəsən. Toyota var, sağ rullu. O, bu modeldən deyil, başqa bir model ağsaqqal bir kişi sürür. Çox şık bir bəy idi. Zövqlü də idarə edirdi maşını. Maşını ona yaraşırdı, o maşına yaraşırdı.